hamı kimi mənim də borcumdur ki, vətənə xidmət edeyim. Dedilər, Pavuska gəlib, əyək qaçdı. Dedilər, borcumdur. Vay nənə, nənən aranga çatdı. Ay ma, qadan alım, mən neyim? Qonşumuzda əsgərlikdən gələn uşaq var. Dedim, Ərpəqə, sən ölənlərimi görür, nətər idi? Dedi, birinci gedəndə səni sığınıyırlar. Dedim, niyə? Bədənin bərkisin. Qəsdən bir iki dənə vururlar ki, qoy bədənin bərkisin. Eləm, amma qabağına yemə. Nə qədər vursular, nə qədər. Axırda neçə gündən sonra səhədəcək ki, bizim kuruqa düşə, əbədi şelləndin qardaşlar oldu. Dedim, inandım. Və aynen sözü mən özə Cəhbə bölgəsində qulluq eləmişəm. Elə oldu ki, qatarda da biz gedəndə bilməz dedi ki, dedi qaqa, mən də bilirəm, deyirəm sizə, qoxulmağım da gəlir. Burada çətini 3 dəfə vurdular, döydülər. Bu nəyə desən ki, yox, eləmirəm, bir iki dəfə dözsən, kəsəsən onların kuruquna. Mən də gəlmişəm, qardaş məni çığınadılar, bunu elə deyirəm, tova yox. Buna da bir həftə səşik deyirəm, hava çalası qızı, məni kuruqumuzlar. Deyir, biz elə bir məlumat gəlib tapmayın. Mən öldürdü, qardaş, mənlə inandırırsınız. Çərgidə dayanmışıq. Dedi sən, əskər, Məmmədov, dedim mən. Plaslı süpür. Nətər? Plaslı süpür. Başqa istəyiniz adam yoxdur. Arzunuz adam olar burada. Qulağıma 3 dənə variant dedi. Dedi, mənə tova plaslı süpürmək ondan bir dəfə yaxşı. Da elə oldu ki, dedilər, and içmə mərasimi yaxınlaşır, filan bəşməkan, hamı and içəcəkdi. Mən də kazarmadayam. Komanda gəldi, dedi ki, daha Sercan. Fəqan, sabahlarım and içində, bilsən, əzbərləmsən. Dedim, nəsər and içəsən? Valla, and olsun, qara Seydin cəddinə, mən vərəqi götürməmişəm, hamı oxuyub. Seyd Üsvan Hoca haqqı, mən heç vaxt vətənimə xəyanət eləmərəm, Allah and olsun. Başı, nə vətən, nə qara Seyd, nə Seyd Üsvan Hoca, qardaş, sən bilmə, əslində bu vərəqdə buydu. Mən vətənim Azərbaycana, mən Azərbaycan Silahlı Qüvvələrində daxil olarkən vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm. Bu olmaydı. Sonradan vərəqi belə ki, bu xəstəyə verin vərəqi öncəsində, yəni qara Seydin cəddinədir. Yavaş-yavaş indi gəldi, sonra bizə şəqat elətdirirlər. Gedirik, orada əsgərlikdən qalanlar bilirlər, biri mataris olur, biri nə bilim qarmon ifaçısı olur, birinin səsi olur. Mən desəm, mən dedim ki, mən də muğama getmişəm, qəşəng səsim var. Dedilər, mən də elə fikirləşdim ki, qəşəng səsim var, dedim, konkret mənə bir səhnə verəcəklər, zal verəcəklər, əmələ başlarımı çıxdı, dedim ki, ay işqımdan, yox. Dedilər, dəftərdə verin, qoy cərgə doğsun, dedim, mən olur. Oxuyuram. Gedirəm, ana. Əsgərədir. Gedirəm, anam. Yola sal döyüşə, gedirəm, anam. Yola sal. Buradan. Kapitan. Dur, böyük dur. Oxuyan kimi deyilər, birinci tək oxuyan. Dedim mən. Əsgər Məmmədov. Qaçar yaşma. Əsgər Məmmədov əmrimizə gəlmişdi. Sən səsin var, olmasa. Dedim, bəli. Daha da yaxşı mahnılardan, hərbi mahnılardan oxuyarsan, çox gözəl səsim var. Sevindim. Dedim, Allah razı olsun. Qayıtdım, gəldim. İndi sevindim axı. İndi zildən götürmüşəm. Gedirəm, anam. Yola sal döyüşə, gedirəm, anam. Güllə, əsgərdir. Gedirəm, anam. Yola sal döyüşə, gedirəm, anam. Yola sal döyüşə. Onlar boğazın ətər vursun. Komandir çağırdı ki, qoy, Əhsən. Gəl bura. Nə gözəl ifa, nə gözəl oxuma. Dedim, Allah razı olsun, qardaş. Dedin dəskərər, gördünüz bunu kim bazarmazlar? Gələr düzlər, hərə gəl! Oxuyamaz kimi kimi. İndi sən bir də denən, oxu, qullu təkələsinlər. Genəlməyə bağa kişi. Gedirəm, anam. Yola sal döyüşə, gedirəm, anam. İndi dedi, eləməz ki. Fərqanı alqışlayın, fərqan. Əşkələ alqışladı, sən də təşəkkür edin, gəl səhnədə. Dedim, çox sağ Allah canını sağ eləsin. Lalqaq nəsəddəydi. Udar aynan papamı udarlandı, gözümə ildırım çaxdı, nə dəydi? Oxşadı, dedim, papa.
Şeyde papa ne da? Get dur Sergiye. Gedirəm, geç dala. Getmirəm ana. Bizdə tərbiyəvi işlər üzrə mavin zampolit deyirlər. Qardaş, bunun adını şəxsdən Nemes qoyublar. Uzaqdan əskər görsə ki, həmin zampolitin yerişidir, həyəcandan ses verir, hərbi salam verib gedir. Üzərə, durmurday, dilsüdəs, get, sürü get. Gəl. Turnikdən sallaşan əskər qasır, gedir. Əskər, sən nə işin var orada? Valla tova sütürürəm, Yəni, hamı qorxur ondan. Hamı, əskərdən hamısı qorxur. Əslində bu, yaxşı adam, prosto çox döyüşlərdə olub, da beyin də pozulub da nəzə bilmirəm. Hamı əsir onda. Mən də gecə saat 2-də, 3-də, qardaş, xlorlu su qoyurdular belə, 2 dənə vanna. Səhərə yaxın dezinfeksiya deyirsiniz, nədir, ondan edirdilər. Mən də gecə saat 2-də, 3-də durmuşdum. Durdum belə, kruşkadan götdüm. Xlorlu içmişəm, çox xlorluymuş. Uzandım yerimə. Aynen öləm, qurban olun, bu nə zulumdur. Sancı məni öldürdü. Saat 4-də işləyir səhərə yaxın. Mən də nə bilim, tərbiyəvi işlər üzrə mavin gecə saat 4-də bizim taborda nə gəzir? Əskərlər 1-2 nəfər elə bilə kəndə də çıxırmışlar deyən, ona görə gəlib güdüməyə. Mən nə bilim, mən də şalavarın altına bülyo geyindi. Bülyo, batinkaların qatmalar açıq, kefka yox. Gələm. Oy, qadan qalım aynen. Qadan qalım aynen. Əskər dur. Oy. Əskər geri qay. Ay, qadan qalım, yox. Aferin, Əskər geri qay. Ay, komandır, qurban olun. Ay, yox, qadan qalım, yox. Əskərdir burada. Fərəqət. Ay, qadan qalım, fərəqət. Sonra eləyərsən. Dedim, qazan qalım, sonra eləyərsən, hə? Bu, o zülümdür, həmən Mametdə, mənnətdə. İstədim, ki, biraz, qazan qalım, yox. Sonra eləyərsən. Döyərsən, süründürərsən, sonra eləyərsən. Vəziyyət odur. Amma həqiqətən də səhərə yaxın sadəcə 5 saat olardı. Ad boydan, daha doğrusu, yəni biz ayağa qalxmamızdan səhər-səhərdə, yəni padyondan qabaq gördüm, bir əskər gəldi ştabdan. Məhməd Ofeqan. Dedim mən, dedi, Zampal sənə dərman göndərib. Dedim, zəhmət olmasa bizim, həqiqətən də görsən, yəni o hiss elədi ki, mən həqiqətən də nə vəziyyətdəyəm. Yəni, o cürə bir kapitanın, mayorun qarşısında, o vəziyyətdə mən qarşısında, o məni başa düşdü. Bizim, xahiş edirəm, hərbizlərimizi ürəkdən alqışlayağın. Allah bizim əskərlərimizi, zabitlərimizi qorusun, hamısını. Amma zulüm bundan da bitmir. Çıxmışıq kənd ərazisinə, sahəliyə ki, əskərlərə silahları neçə saniyə söküb yığmaq lazımdır, onun məşqinə gedirik. Və özümüz üstündə rahat gedirik, yəni şəqatsız gedirik. Kimisi oxuyur, kimisi. Mən də birinci konsertimdə vurğulamışdım, demişdim də, yəni parodiləmişdim. Bülbül səsini çıxartdım. Qəşə bülbüldə bu kəşfiyyat bölümü var. O bizim tabora qarışmır, Addinli Padrizeynəvi. Onların əskərləri həm çox hündürdülər, həm seçilmiş əskərlərdir, belə qaramazatlı gəlirlər. Biz onları görəndə deyək, ay Allah saxlasın, əskərlərə bax, əskərlərə bax, qurban olum. Allah sizi saxlasın, ay oğul, az qalsa gələ deyəsən. Elə gördülər, hündür, hamı dağılışır bir tərəfə. Bunların komandirləri də elədir. Mən də bir səs çıxartdım, nə bilim, orada meşəlikdə baş verirlər. Bizim yaxınlaşdı, bizim bölüyə ki, bülbül səsi kimdən çıxırdı? Dedim, məndən yoldaş kapitan. Yaxın deyil. Dəli. Az familiya. Məhməd Ofeqan. Başqa nə parodilə bilirsən səslərdən? Manatdır, məhəbbətdir, niyaməddindir, dedi, yox. Heyvanlardan. Bəri bax əskər, heyvanlardan itdi, nə bilim, hansı? Var böyük, var balaca da. Böyük hansıdır? Mən bilmirəm, niyə soruşur? Balaca. O bizə yaramır.